Bir daha hər birinizi salamlayıram. Azərbaycan Uşaqları İctimai Birliyinin ümumiyyətlə bu illər ərzində Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi ilə artıq neçənci layihəsidir. Elə burada olan neçə qızlar var ki, həmin layihələrdə iştirak edənlərdir. Məsələn, teatr forumunda iştirak edəmişsiniz. Bugünkü layihəmizdə isə biz daha çox təhsilli, bacarıqlı və uğurlu qızlar. Bilirsiniz ki, ən çox biz Azərbaycan Uşaqları İctimai Birliyi olaraq sizin formalaşmanızda, könüllülərin formalaşmasında nəyə üstünlük vermişik? Təhsil vasitəsilə və indi artıq elə bir nəsil yetişir ki, bax o balacalar var ki, onlar da bir müddətdən sonra onlar da bu layihələrin yazılmasını, təqdim olunmasını, özünüzü təqdim eləməyini, qaydalarını onlara da öyrənəcək. Hər birinizə uğurlar arzulayıram. Düşünürəm ki, maraqlı bir günləriniz olacaq. Proqram təminatı üzrə bir göstəririz. Salam, buyurun. İsmailova Qətibə, Azərbaycan Həqiqi Sosial Məhsulat Akademiyasının son kurs tələbəsiyəm, sosial işqtisad. Təşəkkürlər. Aha, buyurun Antalya. Aha, siz? Zərbəliyə Günay kursa gedirəm. Aha, buyurun. Təşəkkürlər. Ben peşəmi silmişim. Təşəkkürlər. Nə gözəl, təşəkkürlər. Aha, sosial işqtisad. Əla. Fikrimiz varsa heç kimdən çəkinmirik. Sadəcə işarə edirsiniz, mən siz üçün vaxt ayırıram və fikirlərinizi bizimlə bölüşürsünüz. Daha sonra telefonlarımızı mənim kimi unutmuruq, səssiz rejimə qoyuruq. Daha sonra sual verməyə çəkinmirik. Eyni zamanda bir-birimizi gözləyirik, fikrini bitirdikdən sonra fikrimizi bildiririk və bir-birimizə hörmətlə yanaşırıq. Eyni zamanda mövzudan kənara çıxmırıq. Və belə, bu da deyək ki, mövzunun özülünə keçməkdən əvvəl istəyirəm bu sahədə sizin fikirlərinizi öyrənim. Görüm, necə düşünürsünüz? Özümüzü təqdim etmək üçün nələri bilməliyik biz? Tutaq ki, getmişik hansısa görüşə, əksəriyyətiniz son kursuz, bəzən olur, məsələn, hər hansı bir intervyuda iştirak edirik və biz nəyə önəm verməliyik? Hansı cəhətə önəm verməliyik ki, məhz biz qarşı tərəfdə istədiyimiz effekti, istədiyimiz münasibəti əldə edə bilək? Necə düşünürsünüz? Özümüzü təqdim etməkdə. Tərcümə sərişdir. Aha, gəlin belə eləyək. Bir tək-tək deyirik ki, mən hər birinizi fikrinizi öyrənmək istəyirəm. Aha, tamam, buyurun. Anlamalıyıq ki, fikrimizi daha aydın istəyirik. Təşəkkür, siz? Əvvəlcə nə ilə fəaliyyət işlədirik? Biz məncə daha önəmli daşıyır. Bizdə təşkilata uyğun olmalı. Təşəkkür edirəm, tamamilə haqlısınız. Bəli. Yəni, özümüzü təqdim etmə zamanı self-presentation, bu prosedurun adı. Biz hansı əlamətləri özümüzdə komplektləşdirməliyik? İlk öncə, görüşə getməkdən öncə biz baxırıq, biz hansı tipli müəssisəyə görüşə gedirik? Araşdırmalıyıq. Bəli, orada kimlərlə qarşılaşacaq? Məhz buna uyğun olaraq görünüş detallarını işləyirik. Burada geyim daxildir, saç daxildir. Qızlar üçün, məsələn, əgər makiyaj filan istifadə edəcəksə, makiyaj üslubu daxildir. Həmçinin daha sonra gedəcəyimiz yerdə hansı biliklər, hansı məlumatları istifadə etməyə bizə lazım olacaq? Hansı məlumatları? Tutaq ki, bizim təqdim etdiyimiz zaman birləşində özünüz maliyyə dəstəyi təşkil edə bilərsiniz, özünüz həll edə bilərsiniz bu problemi. Çünki o baxır, qarşı tərəf hansı geyimlə gəlibdir, hansı nüanslar da var. Məsələn, tutaq ki, mən investisiya cəlb eləmək üçün görüşə gedirəm və stolun üstünə çıxarıb
iPhone 17 Pro koymuşam. Bununda da hardasa bir 3000'ə yaxınlıq saat var. Aha, və Cocinelli'dən çanta var və eyni zamanda belə deyək, daha prestijli bir marka düşünək. Takım geyinmişəm. Getmişəm, bilirəm ki, bizdə bu sosial problem var. Bu sosial problemi həll eləmək mütləqdir, vacibdir. Qarşı tərəf baxır, təbii ki, baxır. Niyə? Çünki Çoxu əslində kriptə yırtılır olmasın. iPhone falan. Üstündə gəzdirir. Metroda gedir, məsələn, üstünə iPhone 17 var. Heç əslində ona ehtiyac yoxdur. Çünki 3 dənə o, belə deyək də, bir gedişi hazırlamaq üçün 2 dənə 20 qəpik, üstünə də 10 qəpik, 2 dənə 5 qəpik qoyub kimdənsə dəyişib, gediş qurub düşüb metroya, belə deyək də. Amma əslində... Siz de buyurun ha. Altından geçiyorsun. Hər hansı bir məlumata qulaq asdığım zaman bir müddət sonra bu məlumat mənim yaddaşımdan silinir. İtirir. Niyə? Bədən başqa sahədə fokuslanır. Stresi qabaqlamaq üçün, stresi önləmək üçün fokuslanır və beləliklə artıq bu hissədə olan bizim nöqtələrimiz aktivləşmir. Yəni yaddaş quralı, yaddaş nöqtələrimiz aktivləşmir. Ona görə də mütləq qollarımızı açıq formada saxlayırıq. Həmçinin də hər hansı bir məlumatı verdiyimiz zaman, tutaq ki, biz layihə vermişik, bizi görüşə çağırırlar. Hər hansı bir, ya gənclər fondudur, ya bizim hal-hazırki
maliyyə dəstəyimiz görüşə çağırıblar. Və bizdən tələb edir, ümumiyyətlə soruşurlar ki, yaxşı bizə bu sənədi göndərmirsən, məqsədin nədir, nə istəyirsən bizdən? Bəzi şeylər aydın deyil. Məsələn, necə idi? Səndən çox keçək. Aha, deməli, narahatçılıq yoxsa davam edək, yoxsa keçək bu xanım? Davam edək. Tamam. Nə baş verdi? Qarşılıqlı simpatiya və əlaqənin qurulması yolu ilə auditoriyanın ələ alınması. Və yaxud da ki, kimsə nə əlavə edə bilər başqa ora? Mən CV deyərdim. Bəli. CV. CV-ni hansı formada tətbiq edəcəksiniz? Siz layihənin təqdimat Şifahi danışacaqsınız, çap edib verəcəksiniz. o da ola bilər. Tərcümə. Aile olar. Aha, yəni bu üsuldur. Hansı formada siz bunu təqdim edirsiniz? Yazılı olur. Və rəqəmsal formada, hansı ki, elektron versiyada, bizim kimi elektron lövhədə materialları çap etmədən iştirakçılara təqdim etmək. Və davam edirik. Yalvarmanın gücü idi, bunlardan istifadə edirdik. Və baxırıq, ümumiyyətlə, özünü göstərmənin, baxırıq hansı auditoriya özümüzü ümumiyyətlə nümayiş etdirməliyik. Kimi nümayiş etdirməliyik özümüzü. Bir və belə nümayiş etdirməliyik, baxırıq, nə danışasan sən? Onsuz da baxdıq lazım. Gedirik, humanist psixologiyanın nümayəndələri, sosial şükür ediləcək sorunlarda. Rogers və Fromm belə deyirlər ki, əslində insanlar özünü cəmiyyətdə hansı qrupa nisbətən nümayiş etdirməyə göstərir. Tutursuz, çəkəsiniz. Bir de münasibət yayınlansa və ilkin olaraq söhbətə daxil olduğumuz anda baxışa baxırıq. Biz daxil oluruq, tutaq ki, biz gəlmişik, protokol qaydasında gəlmişik, görüşə normal, rəsmi olaraq geyinmişik. Yenə hamımız qızıq, make-upda belə deyək də, çalışmışıq ki, çox cüzi, toxunuşlar eləyək, çox nəzərə çatmayaq. Sadəcə istirahət aparırsınız cəmaatı, orada unutub gəlirsiniz. Diyet alırsınız, təqdim etmə hazırlayacaqsınız şirkətin hesabı. Məsələn, indi
könüllü kimi gəldiyiniz təşkilatdan nümunə götürə bilərsiniz. Sizə ən rahat belə deyək, tapşırıq düşür. Sosial sahədə fəaliyyət göstərən təşkilat. Aha, bəli. Halk oyunu da var, ulduzdan. Ay bala yazın qəhrəmanlar. Və güllərin hazırlanması daxildir. Komandanıza kimlər daxildir? Aha, buyurun. İlk öncə hər birinizi salamlayıram. Xoş gəlmisiniz deyirəm. Layihəmiz, qrupumuzun adını sizlərə təqdim edeyim, maliyyətçidir. Layihəmiz sosial işdə maliyyə yığımıdır. Maliyyə haqqında iştirakçılarımızı sizlərə təqdim edeyim. Qarda qadınları və mühafizəsini şüramızı təqdim edir. Sosial işdə olaraq çıxışları və arada qurulan əlaqələri, hansı müəssisələrlə necə münasibət quracağımızı təyin edirik. Təşkilatçılarımız, pedaqogumuz və psixologlarımızın hər biri də həmin zaman necə fəaliyyət göstərəcəyimizi təqdim etməyimizi köməkli göstərirlər təşkilatımızda. Ümumiyyətlə, bu maliyyə məqsədimiz, maliyyəni yığma məqsədimiz gənclərə dəstək olmaqdır. Deməli, qeyri-müştəri təşkilatları, Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Gənclər Fondu, böyük banklar vasitəsilə də bu maliyyənin yığımı və bu maliyyənin gənclərin daha yaxşı gələcək qurmaq üçün onlara xərclənir və onların özlərini cəmiyyətdə daha yaxşı müdafiə etməyi, özlərini təqdim etməsinə kömək göstərir. Qrupa kimisə əlavəsi, sualı falan nəsə var? Yerləriniz var? Bayaq Buyurun. O xanım burada özüyə baxmalıyam və sizə məqsəd olaraq sadəcə nəzəriniz olsun ki, birinci dəfə sizin qarşınızda mən çıxış edirəm. Bu bir. İkincisi də ki, lövhəmiz bu tərəfdədir və istərsiniz Salamlayıram öz adımdan və öz qrupumun adından. Bizim qrupumuzun adı Biyamaylıdır, yəni intellektual səyahətlər. Biz tur təşkilləri edirik, yəni bizim şirkətin adı Biyamaylıdır və biz tur təşkilləri edirik. Bu tur təşkillərində səyahətlər, əyləncələr, nahar fasilələri, istirahət yerləri, otellər və yaxud da ki, karaoke gecələrinə həm sinemalar, açıq havada səyahət və ulduzlar izləmə, bir çox şeyləri əlavə eləmişik, qoymuşuq. Daha sonra burada sosial media çəkimləri. Sosial media çəkimlərini düzdür, tur zamanı insanlar özləri eləyə bilir, amma biz bir şirkət olaraq özümüzə məxsus bir sosial mediamız olmadan özümüzün sosial media çəkilişləri eləyə bilirik. Təbii ki, bu daha doğrusu bizə müraciət edən müştərimizin istəyi ilə. Əgər icazə vermirsə, əlbəttə ki, eləməyə haqqımız yoxdur. Əvvəlcə hamınızı salamlayıram. Bizim layihəmiz bizim şəxsi biznesimizlə əlaqəlidir. Layihənin iştirakçıları mən, ata-babam Selər, daha sonra Aliyə, Qətibə, Bahar, Ləyla. Bizim layihəmiz dediyim kimi yenə də bizneslə əlaqəlidir və bizim öz şəxsi biznesimizlə əlaqəlidir. Bununla bağlı bizim özümüzün yavaş-yavaş tədricən idarə etdiyimiz öz şəxsi biznesimiz var ki, bu buçetlərlə əlaqəlidir. Buçetlərlə əlaqəlidir ona görə ki, biz bu layihəyə başlayarkən daha çox lentdən, təbii yox, süni güllərdən istifadə etməyə başladıq. Tədricən müəyyən maliyyə dəstəyi olmadığı üçün öz maliyyəmiz, büdcəmiz yetdiyi qədərilə biz buna özümüz töhfə verdik. Müəyyən sosial platformalardan, məsələn TikTok, Instagram üzərindən ilərlətməyə çalışdıq ki, bununla da çox inkişaf etmək mümkün olmurdu. Yavaş-yavaş bağlarda özümüz yetişdirir, becərir və bunu müəyyən satış yerlərinə və gül dükanlarına satırıq. Daha sonra həmçinin bizim müəssisəmizdə müəyyən əl işi bacarıqları olan qadınlar, müəyyən bacarıqları olan, buket bükməyi bacaran qadınlar süni güllərlə məşğul olurlar. Bunlara sabun gülləri, daha çox süni tülpanlar, lentdən güllər və s. aiddir. Daha çox hazırlanır. Bu buketlərə müxtəlif plastik güllər və s. sabun güllər hazırlanır. Sabun güllər də qəliblərdən çıxarılır və s. Bu güllərdən həmçinin müəyyən özəl günlərdə və s. qadın sığınacaqlarına, müəyyən bu kimi yerlərə hədiyyələr də olunur. Onların özəl günlərdə dəstək də olunur və s. Bu qədər. Təşəkkür edirəm. Çox sağ olun. Olan var
kommunikalar, əl hərəkətləri və s. öyrəndikləriniz. Peki. Bir sözlə, yəni etik qaydalara cəmiyyət arasında necə riayət edilməli, özümüzü təqdim edərkən necə davranmalı, istər geyim olsun, fiziksel, istər danışıq olsun, istər verbal, qeyri-verbal, bu nöqsanları aradan qaldırmaq və özümüzü daha yaxşı təkmilləşdirmək barəsində. Evet, gözəl.